Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla her birinizi hoş gördük. Hürmetli müminler ve mümineler, Allah tuttuğunuz oruçları ve illediğiniz ibadetleri öz dergahında âli derecede kabul eləsin. Allah'a hamd olsun. Artık bugün Ramazan ayının 16. günüdür. Allah lütfeyledi, kerem eyledi. Allah'ın vacip buyurduğu orucu yerine getirdik. Allah hamlarımızınkini âli derecede kabul eylesin. İnşallah karşıdan çok mübarek ve azametli geceler gelir, Kadir geceleri. Bu ayın en azametli geceleridir ki Allah inşallah bizi o gecelerin feyzinden, rahmetinden ve bağışlanmağından mahrum eylemesin. Müteal Allah Kur'an-ı Kerim'in 2 mübarek suresinde bu azametli geceden danışır, Kadir gecesinden danışır. Bir Kadir suresinde danışır, bir de Duhan suresinde. Rivayette var ki, 1. Kadir gecesi insanların hakkında, bütün insanların hakkında bir il ne olacak, ne baş verecek ona bakarlar. 2. Kadir gecesinde onu gözden keçirerler ve 3. Kadir gecesinde təsdiqləyərlər ve İmam Zaman aleyhisselam imza eləyər müminlerin bir illik başlarına gelecek hadiseleri. Allah'tan istəyək ki, Allah bu gecelerin hürmetine bizim əməllərimizi inşallah İmam Zamanı Allah'ı ve melaikeleri sevindiren əməllərdən eləsin həmən gecelərdə. Ve ümumiyyətlə İslam dinində gecenin xüsusi əhəmiyyəti var. Allah'ın Resulü, İslam Peygambəri Miraca gece gitti. Mescid-i Haram'dan Allah Kur'an buyurur İsra suresinde Subhanellezi esra bi abdihi leylen minel mescidil haram ilel mescidil aqsa. Pak ve münezzehdir o Allah ki öz kulunu, Resulunu geceyken Mescid-i Haram'dan Mescid-i Aksa'ya ve oradan da Miraca götürdü. Yani gece Allah'la münacət eləmək üçün en güzel münasip vaxtdır. Ve başka bir ayette Allah Peygamber'e buyurur: Ya eyyuhel muzzemmil kumil leyle illa qalilen. Ey əbasına bükülmüş Peygamber, gecenin bir azını oyak kal. Allah Hazreti Musa'ya vahiy elədi, dedi: Musa, eğer bir nefer mənim məhəbbətimi ve mənim dostluğumu iddia edirsə da ve gecenin hamısını yuxu ilə keçirir, yatırsa da o adam yalan danışır. Aya deyir, dost öz dostunla xəlvət eləməyi sevməzmi? Bu gecenin hakkında olan ayələr və rəvayətdir ki, kardeşlerim ve bacıların xidmətinə ərz elədim. Ama en əzəmətli geceler Kadir gecələridir. Allah deyir, ayların içinden Ramazan ayını seçti, günlerin içinden Cümə gününü seçti, gecelerin de içerisinden Kadir gecelerini seçti. Peygamber Salavatullah'tan bu gecenin əzəməti hakkında bir dənə rivayet var. Peygamber buyurur: Kale Musa, Allah'ın Resulü Peygamber buyurur, Musa aleyhisselam Allah'a belə dedi. Öz münacatında münacat eləyərkən Allah'a dedi: İlahi, ey mənim ilahim, ey mənim Rabbim, ey mənim Allahım, uridu qurbəkə, mən sənə yaxın olmaq istəyirəm. Qurb məqamı ariflərin məqamıdır, böyük məqamdır. Qurb sözü yani Allah'a yakın olan övliyaların məqamına deyərlər qurb məqamı.
Dedi, ilahi, mən sənə yaxın olmaq istəyirəm, Həzrəti Musa aleyhisselam. Allah cavab verdi, qalə qurbi limən istəyqəzə leylətəl qədr. Dedi, ya Musa, əgər mənə yaxın olmaq istəysən, qurb məqamına nail olmaq istəysən, Qədir gecəsini oyaq qal. Amma mənalı şəkildə oyaq qalmağın faydası var, əzizlər. Məsciddə oyaq qalasan, Qur'anla oyaq qalasan. Bu gecənin adı da biri də ehya gecəsidir, ya əhya gecəsi, yəni dirilmək gecəsi. Yəni insan o gecə tövbə eləyə, Allaha qayıda. Nəinki oyaq qala, sadəcə yatmaya, gözləri oyaq qala, amma qəlbi oyaq olmaya. Bu oyaq qalmağın heç bir faydası yoxdur. Çalışaq o gecə ki, Qədir gecəsidir, düşünərək qəlbimiz dirilən şəkildə, qəlbimiz oyaq olan şəkildə çalışaq, oyaq qalaq. Allah Həzrət Musa'ya buyurdu, əgər mənə yaxın olmaq istəysən, Qədir gecəsini oyaq qal. Həzrət Musa aleyhisselam buyurdu, ilahi, uridul cəvazə aləs-sirat. İlahi, sirat körpüsündən rahat keçmək istəyirəm. Çünki əzizlər, sirat körpüsü cənnətlə cəhənnəmin arasında olan bir körpüdür. İnsanlar o körpüdən keçərək behiştə gedəcəklər. Həzrət Musa dedi, ilahi, istəyirəm o körpüdə rahat olam. O körpüdə mənim üçün bir əmannamə verələr, əlimdə bir sənətim ola, bir kağızım ola sən tərəfindən. Allah buyurdu, Zalikə limən təsəddəqə bi sədəqətin fi leylətil qadir. Kim əgər Qədir gecəsi Allaha xatir sədəqə versə, bir fəqirə kömək eləsə, Allah Həzrət Musa'ya buyurdu, Musa sirat körpüsündən rahat keçər və ayaqları büdrəməz. Sonra Həzrət Musa aleyhisselam buyurdu, ilahi, uridu min əşcaril cənnəti və simariha. İlahi, behişdə möminlərə vədə verdiyin neymətləri, oranın ağaçlarını və oranın meyvələrini və oranın gözəlliklərini səndən istəyirəm. Allah buyurdu, qalə zalikə limən səbbəhə təsbihətən fi leylətil qadir. Kimdir Qədir gecəsi Subhanallah desə, Allahı həmd eləsə, Allahı təsbih eləsə, o neymətə nail olar. Musa Allah buyurdu, gəl sizin 5 neymətlərindən, orada olan ağaçlardan, Allahın möminlərə vədə verdiyi neymətlərdən istifadə edirsən, Qədir gecəsi Subhanallah denən, Allahı zikr elə, Allahı xatırla. Və Həzrəti Musa aleyhisselam buyurdu, ilahi uridun necatə minən nar. İlahi, cəhənnəm odundan nicat tapmaq istəyirəm. Və buyurdu ki, zalikə limən istəğfərə fi leylətil qadir. Həzrəti Musa'ya Allah Teala buyurdu, dedi, əgər cəhənnəm odundan nicat tapmaq istəyirsənsə da, Qədir gecəsi çoxlu istiğfar elə, Allahdan bağışlanmaq dilə. Bir nəfər İmam Sadiq aleyhisselamın yanına gəldi, dedi, Yəbnə Resulillah, ey Peyğəmbər evladı, mənim ruzim yoxdur, mənim evladım da yoxdur. Mənə bir zikr örgət, nə ruzim var, nə evladım var, nə əkin sahələrim bitər. Həzrət İmam Sadiq aleyhisselam ona bir dənə zikr örgətdi. Dedi, get çoxlu istiğfar elə. Əstəğfirullah Rabbi və ətubu ileyh. Allah məni bağışla, sənə tərəf tövbə eləyirəm. Həmən şəxs İmam Sadiq aleyhisselamdan soruşdu, bu zikir necə ola bilər ki, həm mənim ruzimi versin, həm mənim evladıma olmağına kömək eləsin və həm də mənim əkin sahələrimin bitməyinə kömək eləsin. Allah İmam Sadiq aleyhisselam buyurdu, Allah Nuh surəsində buyurur, kim istiğfar eləsə, tövbə eləsə, biz göydən ona yağış indirərik, əkin sahələrini bərəkətləndirərik,
ruzisini çoxaldarıq və ona evlad nəsib eləyərik. Allaha and verirəm izzət və cəlalı hörmətinə. Allah bizi mübarək Qədir gecəsinin rəhmətindən, feyzindən məhrum eləməsin. Əziz hörmətli oruç tutanlar, rəvayətdə var iftar vaxtı dualar qəbul olar. İnşallah bir-birimizi dua eləyək. İltimasi dua eləyənlər də dua eləyək. Məni də inşallah iftar vaxtı dua eləməyi unutmayasınız. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.